Hər vaxtınız xeyir futbol izləyiciləri. Bugün sizinlə 12-ci buraxılışda yenə üz-üzəyik. Bu dəfə isə bir yenilik olub, xanım iştirakçımız var. Məndən sol tərəfdə Tamaşa xanım, sağ tərəfdə isə Cavid bəy əyləşib. Qaydalarla tanışsınızsa elə isə sizi tanıyaq. Buyurun Tamaşa xanım, sizdən başlayaq. Mən Tamaşa, 23 yaşım var, Borussia Dortmund azarkeşiyəm. Borussia Dortmund azarkeşi maraqlı iştirakçılarımız arasında ilk Dortmund azarkeşidir. Cavid bəy, sizi tanıyaq. Sağ olun, mən Cavid, 23 yaşım var, sabah azarkeşiyəm. Elə isə biz başlayaq. Hazırsınız? Bəli. Elə isə başlayırıq. 2025-ci il klublar arası dünya çempionatına bu klublardan hansı qatılmayıb? Liverpool yoxsa Chelsea? Liverpool. Bəli, doğru cavabdır. İkinci suala keçid alırıq. Samuel Eto'o Barcelona'ya hansı klubdan transfer olub? Real Madrid yoxsa Mallorca? Real Madrid. Xeyr, Mallorca'dan gəlmişdi. Keçirik üçüncü suala. Roberto Carlos bu klublardan hansında çıxış edib? Inter Milan yoxsa Flamengo? Inter Milan. Bəli, doğru cavabdır. Keçirik dördüncü suala. Qarabağ Celtic Bakıda keçirilən oyunun hesabını deyin. 0-1 yoxsa 0-0? 0-1. Xeyr, Bakıda 0-0 hesab ilə çişə qeydə alınmışdı. Keçirik 5-ci suala. İngiltərə Premier Liqasında bu mövsüm ən çox asist edən futbolçu Jacob Murphy yoxsa Məhəmməd Salah? Məhəmməd Salah. Bəli, 18 asistlə Məhəmməd Salah. 6-cı sual. Bu mövsüm Azərbaycan 1-ci divizyonunun qalibi hansı klub oldu? Qəbələ. Bəli, doğru cavabı variantları oxumadım. 7-ci sual. Jude Bellingham İngiltərədə hansı klubun formasını geyinib? Sunderland. Yox, qardaşı Sunderlanddə. Çıxış edib Birmingham City'də oynayıb. 8-ci sual. 2019-cu il Çempionlar Liqasında Tottenham hansı klubu məğlub edib finala yüksəlmişdi? Ajax. Bəli, Ajax'ı məğlub etmişdi. 9-cu sual. Arjen Robben bu klubların hansında çıxış edib? Aston Villa yoxsa Chelsea? Chelsea. Bəli, doğru cavab idi. Keçirik 10-cu suala. Declan Rice Arsenal'a hansı klubdan keçib? West Ham United. Bəli, doğru cavabdır. 11-ci sual. Konferans kubokunu ilk dəfə qazanan Roma. klub. Bəli, doğru cavab idi. Roma qazanıb. Mən 11 sual səsləndirmişəm. Hal-hazırda Tamaşa xanım 4-3 hesabı ilə rəqibinizi məğlub edirsiniz. 2000-2001 mövsümündə İtaliya çempionu olmuş klub. Lazio yoxsa Roma? Lazio. Yox, Roma komandası qalib olmuşdu. Keçirik 13-cü suala. Qurban Qurbanov Rusiyada bu klubun heyətində oynayıb. Arsenal, Tula yoxsa Fakel? Fakel. Bəli, doğru cavabdır. Keçirik növbəti suala. Qəbələ klubu bu Yunan klubunu keçərək Avropa Liqasının Panathinaikos. Bəli, Panathinaikosu keçərək Avropa Liqasının qruplarına vəsilə qazanmışdı. 4-4-dür. Bəli, ümumi hesab. Keçirik 15-ci suala. Ləqəbi musiqiçilər olan Alman futbol klubu. Werder Bremen. Bəli, doğru cavabdır. Werder Bremen idi. Keçirik 16-cı suala. Ləqəbi qara pişiklər olan İngilis klubu. Charlton yoxsa Sunderland? Charlton. Yox, Sunderland cavabı indi olmalıydı. Sənə xal gətirəcəkdi. Keçirik 17-ci suala. 2000-ci ildə Avropa çempionu olan ölkə. Fransa yoxsa İtaliya? Fransa. Bəli, Fransa çempion olmuşdu. 18-ci sual. 2000-ci ildə Fransaya Avropa çempionluğunu gətirən qolun müəllifi Zidane yoxsa David Trezeguet? Zidane. Yox, David Trezeguet əlavə olunmuş vaxtda fərqlənmişdi. Keçirik 19-cu suala. Bu mütəxəssislərdən hansı Galatasaray klubunu çalışdırıb? Marcelo Lippi yoxsa Mancini? Roberto Mancini. Bəli, Mancini çalışdırıb Galatasaray və 20-ci sual. Son variantlı sualdır. Liverpool Luis Diaz'ı hansı klubdan transfer etmişdi? Porto yoxsa Benfica? Buyur Cavid. Benfica. Yox, Porto'dan transfer etmişdi Luis Diaz'ı. Və mən 20 variantlı sual səsləndirdim. Cavid, 5-3 hesabı ilə hələ ki məğlub edirsən rəqibini. Bir qədər həyəcan var sanki. Və 10 sual səsləndirəcəm ki, bu suallar artıq variantsızdır. Düşünməyə vaxtınız var, səhv düzü aparmır. Əgər səhv cavab versəz, cavab haqqı rəqibə keçəcək. Elə isə başlayaq. Cristiano Ronaldo 5 fərqli liqada qol vurmağı bacarıb ki, bu liqalar İngiltərə, İspaniya, İtaliya, Ərəbistan Portuqaliya. və bu ölkə olub. Əlbəttə ki, Portuqaliya idi. Doğru cavabdır. Keçirik 22-ci suala.
2016-cı ilin Avropa çempionatının final oyununda məhz bu futbolçu Ronaldonu zədələdikdən sonra uzun müddət azarkeşlərin təzyiqinə məruz qalmışdı. Final oyununa baxmışsa xatırlaya biləcəksiniz. 2016-cı il Avropa çempionatının finalı. Fransız futbolçu Dimitri Payet'dən söhbət gedirdi. Payet zədələmişdi Ronaldonu. Keçirik növbəti suala. 2015-ci ildə müflis elan edilərək Serie A-dan Serie D-yə düşürülən bu klub cəmi 3 il sonra Serie A-ya qayıda bildi. Hal-hazırda da əsas liqada mübarizə aparan bu klubu tapın. Serie D-yə düşürülmüşdü, İtaliya klubu idi. Verona. Yox, səhv cavabdır. Lucarelli də kapitan idi, Parma klubundan söhbət gedirdi. Maliyyə böhranı yaşayırdı bu klub. Keçirik 24-cü suala. Bu klubun loqosunda biz şam ağacını görə bilərik. Bu loqonun əsas mənbəyi şəhərdə yerləşən Sherwood meşələrinə görədir. Əfsanəyə görə İngilis nağıl qəhrəmanlarından biri də bu meşədə yaşayıb. Klubu və nağıl qəhrəmanını tapın. İngilis klubudur. Loqoları göz önünə gətirin. Hansı klubun loqosunda siz ağac görmüşsünüz orada, şam ağacı? West Bromwich Albion. Yox, səhv cavab Nottingham deyil. Forest. Nottingham Forest və nağıl qəhrəmanını da tapmaq lazımdır. Onu bilmirəm. Peter Pan. Yox, Nottingham Forest və Robin Hood'dan söhbət gedirdi. Sayılmır. Tamamlaya bilmədiniz. Yox. Tam cavab olmalı. 25-ci suala keçməzdən öncə hesab 5-5-dir. Çox gərgin və maraqlı oyun gedir. Geridə bizi 5 sual gözləyir. Və 25-ci suala səsləndirirəm. Galatasaray ilə UEFA kubokunu qazandıqdan sonra bu futbolçu öncə Interə, daha sonra isə Newcastle klubuna keçdi. Futbolçunu tapın. Atletico Madriddə də hətta bir ara forma geyib. Emre Balazoğlu. Bəli, doğru cavabdır. Emre Belezoğlu'dan söhbət gedirdi. 26-cı sual. Bu mövsüm İtaliya A seriyasının bombardiri hansı futbolçu olub? Buyur Cavid. Lautaro Martinez. Yox, səhv cavabdır. Etekiydi. Cavab varsa İtaliyada. zəngə basa bilərsiniz Tamaşa xanım. Rəqibini az öncə səsləndirdi. Verdiyi cavabdan sonra. Tanımayacaq. Cavab yoxsa cavabı səsləndirin. Matteo Retegui'dən söhbət gedirdi. 25 gol, 8 asist. Və 27-ci sual. Bu milli futbolçumuz Turan, Neftçi, Qarabağdan başqa bir neçə Türk klubunda da çıxış edib. Bir zamanlar klubsuz qalan bu futbolçumuz məşqlərini basketbol komandasında oynamaqla edib. Hal-hazırda baş məşqçi kimi çalışan futbolçunu tapın. Azərbaycan klublarının birinin Rəşad Sadıqov. bəli baş məşqçisidir. Rəşad Sadıqovdan söhbət gedirdi. Keçirik 28-ci suala. Bu mövsüm Azərbaycan kubokunu qazanan Sabah hansı futbolçunun əlavə vaxtdakı qolu ilə Teylor Mütəllibov. bəli buna nail oldu. Teylor Mütəllimovdan söhbət gedirdi. Siz də cavab bilirdiniz yəqin ki, ancaq Cavid bir qədər cəld tərpəndi. Və hal-hazırda hesab 11-5 Cavid sənin xeyrinədir. 2 sual qalıb geridə və 29-cu sualı səsləndirirəm. Ləqəbi yarasalar olan İspan klubu. Valencia. Bəli, Valencia doğru cavabdır və son 30-cu sual. Chelsea klubunun stadionunun adını deyin. Stamford Bridge. Bəli, Stamford Bridge doğru cavabdır. Tam olaraq sualları səsləndirdim. 15-5 hesabı ilə Cavid rəqibini məğlub etdin. Elə qalib olaraq səndən başlayan nə demək istəyərdin? Təşəkkürlər, maraqlı layihədir. Dəvət üçün bir daha təşəkkür edirəm. Çox sağ olun Tamaşa xanım, sizi dinləyək. Təbrik edirəm. Mənim üçün də ilk təcrübə idi, maraqlı idi. Təşəkkür edirəm. Çox sağ olun iştirakımızı, dəvətimizi qəbul edib iştirak etdiyiniz üçün. Sağ olun. Çox sağ olun.